Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Biz şübhəsiz ki, Trumpla müzakirə etdiklərimizə əsasən Ukrayna ilə sülh yolu ilə razılığa gəlməyə hazırıq və buna can atırıq. Müzakirə etdiyimiz güzəştlərə getməyə də hazırıq. Ukrayna da güzəştə getməyə hazır olmalıdır. Amerikanın İrana qarşı təcavüzünün əsasını neft və enerji bazarlarına nəzarət etmək istəyi təşkil edir. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib. Bir vaxtlar Amerikalılar Hörmüz boğazında özləri ilə İran arasında 50-nin 50-yə nisbətində bölünmə təklif etdilər. Bu, hamısı neftlə, qlobal enerji bazarları ilə bağlıdır. Lakin bu, Ərəb ölkələri də daxil olmaqla narahatlıq və əhəmiyyətli itkilərə səbəb olur. Biz bundan yaxşı xəbərdarıq. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə açıq məktub ünvanlayıb. Məktub Ukrayna prezidentinin rəsmi saytında dərc olunub. Məktubda Zelenski müharibənin başa çatdırılması üçün birbaşa danışıqlara başlamağın vacibliyini qeyd edib. Ukrayna lideri əlavə edib ki, əsas məsələlər məhz liderlər səviyyəsində həll edilməlidir. O, Rusiya prezidenti Vladimir Putinə şəxsi görüş keçirməyi təklif edib və görüş üçün neytral məkanın seçilə biləcəyini bildirib. Rusiyanın Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin Rusiya-Azərbaycan sessiyası zamanı Rusiyanın Qarabağda sosial əhəmiyyətli layihələrdə iştirakını elan edib. Onun sözlərinə görə, Rusiya tərəfinin dəstəyi ilə bölgədə uşaq bağçasının tikintisi aparılır. Diplomat həmçinin qeyd edib ki, Rusiya sahibkarlarının Azərbaycanın Qarabağ bölgəsində biznes layihələrinin həyata keçirilməsinə marağı artır. Galuzinin sözlərinə görə, bu, gələcəkdə Rusiya və Azərbaycan şirkətləri arasında işgüzar əlaqələrin möhkəmlənməsi üçün yaxşı zəmin yaradır. Rusiya Konstitusiyası mənə 2030-cu ildə yenidən prezident seçilməyə imkan verir. Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, bu barədə danışmaq hələ tezdir. Sağlamlığımızın sabaha, o biri günə qədər qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün yaşamağa imkan verib verməyəcəyini yalnız Allah bilir. Rusiya prezidenti hələlik bu barədə düşünmədiyini qeyd edib. O əlavə edib ki, ölkə bir çox böyük və kəskin problemlərlə üzləşir və onlar yeni müddətə yenidən seçilməyi düşünmədən həll edilməlidir. Rusiya, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün öz ərazisində platforma təqdim etməyə hazır olduğunu bəyan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin deyib. Əvvəlki kimi İrəvan və Bakıya nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində yardım göstərməyə, həmçinin sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasını hazırlayıb təqdim etməyə hazırıq. Diplomat qeyd edib ki, Rusiya 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmalar əsasında İrəvan və Bakının münasibətlərinin normallaşdırılması istiqamətində səylərini ardıcıl şəkildə dəstəkləyir. Rusiya, Luqansk Xalq Respublikasının ərazisinə tam nəzarət edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri həmçinin qeyd edib ki, Donetsk Xalq Respublikası 85%-dən çox ərazisi Moskvanın nəzarəti altındadır. Dünən Nümayəndələr Palatası 4 pis respublikaçı və bütün demokratlar İranla bağlı yekun danışıqların getdiyi bir vaxtda mənim hərbi səlahiyyətlərimi məhdudlaşdırmağa səs verib. Bunu Amerika prezidenti Donald Trump deyib. Belə vətənpərvərliyə zidd addımı kim atar? Demokratlar Trumpa qarşı xor nifrət sindromunun təsiri altındadır. Onlar mənə siyasi qələbə qazandırmaqdansa ölkəmizin uğursuzluğa düçar olmasını üstün tutur. Bəs həmin 4 respublikaçı sadəcə özlərini göstərməyə çalışan adamlardır. Onlar bundan utanmalıdır. Serbiyanın Təhlükəsizlik və İnformasiya Xidməti prezident Aleksandr Vučićə Montenegroda keçiriləcək Avropa Birliyi Qərbi Balkan sammitinə səfər edəcəyi təqdirdə həyatının təhlükə altına düşə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə Serbiyanın Təhlükəsizlik və İnformasiya Xidməti məlumat yayıb. Qurumun açıqlamasında qeyd olunub ki, qərar Montenegrodakı xarici kəşfiyyat xidmətləri və cinayətkar klanların düşmənçilik hərəkətləri ilə əlaqədardır. Rusiyanın Ermənistandan bir xahişi var. Avropa Birliyi ilə bağlı referendum
mümkün qədər tez keçirilsin. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Erməni həmkarlarımızdan hansı istiqamətə getmək istədiklərinə mümkün qədər tez qərar vermələrini xahiş edərdik. O vurğulayıb ki, Rusiya seçdiyi yoldan asılı olmayaraq Respublika ilə normal münasibətləri qoruyub saxlayacaq. Qeyd edək ki, Putin referendum məsələsini davamlı olaraq qaldırır və hər dəfə Ermənistan hakimiyyəti bunun vaxtından çatmadığını deyir. Rusiya heç vaxt Amerikanın Ukrayna münaqişəsinin həllində rolunu ideallaşdırmayıb. Moskva üçün milli maraqlar hər şeydən üstündür. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Biz heç vaxt Amerikanın Ukrayna münaqişəsinin həllində rolunu ideallaşdırmamışıq. Ukrayna daim Amerika silahları ilə təchiz olunur. Heç vaxt ideallaşdırma ilə məşğul olmuruq. Amerika və onun yaxşı xidmətlərinə bütün lazımi hörmətimizi nəzərə alaraq milli maraqlarımızı hər şeydən üstün tuturuq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova Rusiya-Ermənistan münasibətlərini qeyri-adi bənzətmə ilə xarakterizə edib. O, Rusiya ilə Ermənistan arasındakı münasibətləri təsvir edərkən belə deyib. Bağışlayın, əlbəttə, amma belə bir qızla görüşərdiniz. Zakharova müsahibə zamanı iqtisadi məhdudiyyətlər və Moskva-İrəvan münasibətlərinin hazırki vəziyyəti ilə bağlı sualları da cavablandırıb. Zakharovanın bu ifadəsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiya, Qondarma Qarabağ hərəkatı və Azərbaycanla bağlı məsələlərə toxunub. Paşinyan bu fikirləri seçki debatları zamanı səsləndirib. O, Qondarma Qarabağ hərəkatının Ermənistanın dövlətçilik quruculuğuna mane olduğunu, ölkənin resurslarının isə nəticəsi əvvəlcədən məlum olan istiqamətə yönəldiyini qeyd edib. Baş nazir həmçinin yeni konstitusiya, Tavuş kəndləri və Respublika meydanında Azərbaycan dilində səsləndirilən mətnlə bağlı fikirlərini açıqlayıb. Paşinyan qeyd edib ki, onlar müstəqillik bəyannaməsinin silinməsindən danışmırlar. Biz müstəqillik bəyannaməsinin ləğvindən danışmırıq. Biz yeni konstitusiyanın mətnində nələrin olmalı, nələrin isə olmamalı olduğunu müzakirə edirik. Baş nazir Tavuş vilayətinin 3 kəndinin təhvil verilməsi ilə bağlı iddialara da cavab verib. Cənab Zarubyan deyir ki, Tavuş vilayətinin 3 kəndini vermişik. Qoy desin, Tavuşun hansı 3 kəndini vermişik? Paşinyan Qondarma Qarabağ hərəkatının Ermənistan-Azərbaycan münaqişəsinin əsas səbəblərindən biri olduğunu qeyd edib. Qondarma Qarabağ hərəkatı münaqişənin səbəbi idi. Bu hərəkat Ermənistanın dövlətçilik quruculuğuna diqqət yetirməməsinə gətirib çıxardı. Biz Ermənistan dövlətinin bütün resurslarını perspektivsiz bir işə yönəltdik. Həmin işin nəticəsi hələ 1996-cı ildən əvvəlcədən məlum idi. Baş nazir həmçinin dünən Respublika meydanında Azərbaycan dilində səsləndirilən mətnə münasibət bildirib. O bunu utanc verici tarixi hadisə adlandırıb və qeyd edib ki, Azərbaycanın Ermənistan ərazisində məskunlaşması mövzusu 2021-ci ildə Göyçə hadisələri zamanı gündəmə gətirilmişdir. Lakin hakimiyyət bu məsələnin önünü ala bilib.